Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Sonra gənclərin fəaliyyəti və uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məccid Seyidov qeyd edib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi, mədəni və idman həyatında fəal iştirak edən aparıcı qüvvəyə çevrilib. Ölkəmizdə uğurla müəyyənləşdirilən gənclər siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, görülən işlər gənclərdə vətənpərvərlik ruhunun, vətəndaş məsuliyyətinin və milli mənəvi dəyərlərə bağlılığın möhkəmlənməsinə, onların bilik və bacarıqlarının sistemli şəkildə inkişafına xidmət edir. Məccid Seyidov gənclərə yaradılan şəraitə, göstərilən davamlı dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, gəncləri bayram münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuluyub. Fəal gənclər adından çıxış edən Yusif Mirzəzadə dövlətimiz tərəfindən gənclərin inkişafı istiqamətində görülən işlərin stimul verici olduğunu bildirib, Azərbaycan gəncliyinin yüksək potensialı, gələcəyə olan inamı və gözləntiləri barədə fikirlərini bölüşüb. Tədbirdə müxtəlif sahələrdə fərqlənən gənclər, o cümlədən gənclərlə iş sahəsində fəal əməkdaşlığı olan təşkilatların nümayəndələri mükafatlandırılıblar. Tədbir Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin konsert proqramı ilə davam edib. Əli Məmmədov, Təxminə Babayeva, Azər Həsənov, NTV Xəbər.